Salam əziz müəllimlər, müdavimlər, xoş gördük hər birinizi. Mən Sahibə Hüseynova, Nur Akademi Tədris Mərkəzinin Azərbaycan dili və ədəbiyyat müəllimi. Sizlər üçün MHŞM Azərbaycan dili və ədəbiyyat 40 sınaq test toplusundan sınaq 2-də ədəbiyyat suallarını izah edəcəm. İzaha keçmədən öncə qeyd edim ki, dəyərli müəllimlər, hazırda yanvar qruplarımıza qeydiyyat davam edir. Belə ki, dərslərimizə qoşulmaq yaxud dərslərimiz haqqında ətraflı məlumat əldə etmək istəyirsinizsə, o zaman 055 314 2298 nömrəsinə yazıb dərslərimiz haqqında daha ətraflı məlumat əldə edə bilərsiniz. Qeyd edim ki, dərslərimiz Zoom proqramı vasitəsilə canlı keçilir. İndi isə başlayaq sualların izahına. İlyas Əfəndiyevin Xurşudbanu Natəvan əsərlə bağlı doğru fikirdir. Hadisələr bütövlükdə yalnız Qarabağda cərəyan edir. Bu fikir yanlışdır müəllimlər, çünki hadisələr bütövlükdə Qarabağda cərəyan etmir. Əsərin əvvəlində də hətta görürük ki, Xurşudbanu Natəvan öz müəllimi Mirzə Ruhullah ilə Tiflisə, yəni canişinin yanına gedir. Oradan da gördüyümüz kimi hadisələr yalnız Qarabağda yox, eyni zamanda Tiflisdə də cərəyan edir. Bu fikir yanlışdır. Əsərdə həm klassik, həm də xalq şeirinə aid nümunə işlənmişdir. Bu doğru fikirdir. Xurşudbanu Natəvanın yazdığı, məsələn, Qərənfil şeiri, o klassik şeir üslubundadır, klassik şeirdir. Xalq şeirinə aid nümunə isə orada Araz Axarlı ilə, məsələn, Daşdəmirin dilindən istifadə olunan xalq şeir janrına aid nümunə var. Daha sonra orada Təxminənin dilindən səsləndirilən xalq şeirinə aid, yəni nümunələr işlənibdir. Ona görə bu fikir doğru olduğu üçün cavab olur B bəndi. Əsərdə Sünni və Şiə haqqında ilk dəfə Qoca Knyazın nitqindən məlum olur. Bu yanlışdır. İlk dəfə Sünni və Şiə haqqında danışan Canişinlə Knyaz Xasay olur ki, Xurşudbanu Natəvan buradan gedəndən sonra Knyaz Xasay ilə Canişin arasında söhbət olur. Hətta, yəni o Xurşudbanu Natəvanla evlənmək barədə deyəndə Knyaz Xasay da deyir ki, Qarabağlılarla, yəni Qarabağda olan əhali şiədir, biz isə sünniyik, yəni onlar mənə qız verməzlər. O da deyir ki, Xurşudbanu Natəvan haqqında deyir ki, yəni Canişin elə biri deyil o, bunlara, yəni o dünya görüşü olan biridir. Yəni bu məsələlər onun üçün yəni yad olan bir məsələlərdir. Yəni ona görə deyir, siz bunu özünüzə dərd eləməyin. Yəni, bu ilk dəfə Qoca Knyazın yox, məhz Knyaz Xasay ilə Canişinin nitqində görünür. Ona görə bu da səhv fikirdir. Natəvana qarşı hamının fikri eyni cürdür. Xeyr, burada Natəvana qarşı təbii ki, hamının fikri eyni cür deyil. Məsələn, müəllimi Mirzə Ruhullahın fikirləri ona qarşı fərqlidir. Onun əmisi oğlunun, yəni Hidayət xanın Xurşudbanu Natəvana fikri fərqlidir. Xurşudbanu Natəvan kimi düşünmür, tamamilə əks fikirdə olan biridir. Ona görə də bu fikir də yanlışdır. Hamının fikri eyni cür deyil. Əsərdəki konflikt Knyaz Xasay ilə Qoca Knyaz arasında baş verir. Bu da yanlışdır. Bundan öncə, yəni Knyaz Xasay ilə Qoca Knyaz arasında baş verən konfliktdən də əvvəl elə orada şairlərin toplaşdığı məclisdə də Nəvvabla Zahir bəy arasında elə müəyyən bir konflikt yaşanmış olur. Yəni ilk konflikt Knyaz Xasay ilə Qoca Knyaz arasında baş vermir. Bundan əlavə, yəni burada konflikt yaşayan obrazlar elə Xurşudbanu Natəvanın əmisi oğlu olur. Əmisi oğlu ilə Xurşudbanu Natəvan arasında da konflikt yaşanır. Daha sonra orada məclisdə iştirak edən Seyid Hüseynlə Zahir bəy arasında da konflikt baş verir. Yəni ilk konflikt Knyaz Xasay ilə Qoca Knyaz arasında baş vermir. Bu daha sonra baş verəndir. Burada doğru fikir soruşulduğu üçün cavabımız olur B bəndi. Daha sonra 27-ci suala baxırıq. Səməd Vurğunun Vaqif dramı ilə bağlı doğru fikirdir. Əli bəyin toyunda iştirak edən obrazlardan yalnız biri tutulub həbsə atılır. Əli bəyin toyunda iştirak edən obrazlar dedikdə burada Vaqif, yəni öz oğlunun toyunda iştirak edir. Yəni Əli bəyin toyu olduğu üçün təbii ki, Əli bəyin özü toyda olur. Daha sonra Eldar toyda iştirak edir. Burada yəni həmin obrazlardan yalnız Eldar tutulmur. Eldar da həbs olunub, həbsə atılır. Əsərdə Vaqifin özünü Qacar həbs etdirir. Ona görə də Əli bəyin toyunda iştirak edən obrazlardan yalnız biri tutulub həbsə atılır fikri yanlışdır. Vaqif də yəni toyda iştirak etmişdi. Vaqifi düzdür, İbrahim xan saraya, yəni həbsə saldırmır, amma Qacar onu həbs etdirir. Bu fikir yanlışdır. Burada doğru yazılıb, uyğunsuzluqdur. Qacar obrazı öz dilinə, xalqına nifrət edən hökmdar kimi səciyyələndirilmişdir. Bu fikir doğrudur. Burada da doğru fikirdir. Uyğunluğun biri B variantındadır. C-də Vaqif Xuramanın peşman olub özünü öldürdüyünü işləndi. Humanist bir insan kimi ona acıyır. Bəli, hətta qapıçıya deyir ki, o bayaq gələni, bura gələni geri çağır. O deyir ki, özünü yəni qayadan atdı və Vaqif sonra
peşman olur. Hətta humanist bir insan kimi ona acıyır. Yəni günahkar da məhz zamanı görür. Dövranı, zamanı görür. Xuramanı günahlandırmır həmin hissədə. Bu fikir doğrudur. Burada səhv yazılıb, uyğunsuzluqdur. Vaqif İbrahim xanın qaçma xəbərini zindanda olarkən Vidadidən eşidir. Bu yanlışdır. İbrahim xanın qaçma xəbərini Vaqif hələ həbs edilmədən öncə bilir. Hətta o həmin Eldarın, daha doğrusu İbrahim xanın qaçma xəbərini Eldara Əlibəy vasitəsilə göndərir. Yəni İbrahim xanın qaçma xəbərini Vaqif zindanda olarkən eşitmir. Əvvəlcədən, yəni Vaqif zindana düşməmişdən qabaq İbrahim xan qaçmışdı. Qacar gələndən sonra Vaqifi həbsə saldırır. Fikir səhvdir. Burada da səhv yazıldığı üçün D-də cavabdır. Yəni bu testdə 2 cavab var. Həm B, həm D. E-yə baxsaq, Əli bəy şeyxi vurub qayadan atır. Bu doğru fikirdir. Sonda Əli bəy şeyxi vurub qayadan atır. Burada səhv yazıldığı üçün uyğunsuzluq yaradıbdır. Və ona görə də, yəni burada ümumiyyətlə 2 uyğunluq yaradan variant B, bir də D variantında olur. Davam edək 28-ci sualla. Nümunədə işlənmiş bədii təsvir və ifadə vasitələri ilə bağlı doğru fikirdir. Sadəcə bədii təsvir istəsən, epitet, təşbih, metafor, metonimiya, simvol bunlara baxacaqdıq. Amma yalnız ifadə istəsəydi digərlərinə, yəni mübaliğədir, təkrirdir, təzaddır və s. Amma həm bədii təsvir, həm də ifadə vasitəsi istədiyi üçün hər ikisinə baxırıq. Yaddaşımı xatirələr kötəklər. Xatirə yaddaşı kötəkləyə bilməz. Burada metafordan istifadə olunubdur. Yaddaşımda pöhrələnər kötüklər, bu da metafordur. Qaydanda yol verməyə qədiklər, bir bəxtəvər dustaq olam dağlara. Bir bəxtəvər dustaq olam, yəni bir bəxtəvər dustaq kimi olum dağlara. Burada isə təşbihdən istifadə olunubdur. Bənzəyən də var, bənzədilən də var. Daha sonra burada yaddaşım, yəni burada təkrirdən də istifadə olunubdur. Baxmayaraq ki, burada yaddaşımı, burada yaddaşımda, yəni fərqli şəkilçilər var. Yenə də yaddaşımda bunlar təkrir sayılır. İndi isə baxaq. Müəyyən əşyanın əlamətinin digər əşyanın üzərinə köçürülməsi fikri fikrin bədii təsir gücünü artırmışdır. Burada əşyanın əlamətinin digər üzərinə köçürülməsi metafordan söhbət gedir. Elə birinci və ikinci misrada metafor olduğu üçün cavabın biri 1-dir. Bir əşyanın müəyyən əlamətə görə özündən daha qüvvətli əşyaya oxşadılması bu təşbihdir. Burada təşbih istifadə olunub sonuncu misrada. Bir-birinə zidd iki anlayışın qarşılaşdırılması söhbət təzaddan gedir, amma burada təzaddan istifadə olunmayıb. Sözün bədii təsir gücünü artırmaq üçün ona məcazi, mənalı söz əlavə etmək. Əlavə sözü açar məqamdır. Yəni burada söhbət gedir epitetdən. Epitet yoxdur, yəni 4 epitet haqqındaydı ki, epitet yoxdur. Sözlərin qrammatik ardıcıllığının pozulması söhbət inversiyadan gedir. Baxaq, yaddaşımı xatirələr kötüklər, yaddaşımda pöhrələnər kötüklər. Deməli, burada pöhrələnər xəbər əvvələ keçib, ona görə inversiya var. 5-i də götürmüş olacaq. Eyni sözün ifadənin məqsədli şəkildə təkrar, söhbət təkrirdən gedir. Bəli, yaddaşımda təkrir də var, ona görə 6 da doğrudur. Cavab ona görə 1, 2, 5, 6, yəni olacaq E variantında. Daha sonra növbəti suala baxaq. Sual 29. Nizami Gəncəvinin Sultan Səncər və Qara əsərindəki Sultan Səncər və Mirzə Əkbər Sabirin Əkinçi əsərindəki əkinçi obrazlarla bağlı uyğunluğu müəyyən edək. Oxşar və fərqli cəhətlərə baxmalıyıq. Haqsız yerə ittiham olunur. Deməli, burada Sultan Səncər və Qara əsərində Sultan Səncər haqsız yerə ittiham olunmur. Haqlı yerə ittiham olunur Qara tərəfindən. Lakin əkinçi əsərindəki əkinçi mülkədar tərəfindən haqsız yerə ittiham olunur. Bu, oxşar yox, fərqli cəhət olduğu üçün 2 A-nı yazırıq. Dilindən heç bir ifadə verilmir. Əkinçi əsərində mülkədarın dilindən verilir, əkinçinin dilindən heç bir fikir verilmir. Sultan Səncər və Qara əsərində də Sultan Səncərin dilindən heç bir nitq verilmir. Ona görə də dilindən heç bir fikir verilmir. Hər ikisi haqqında ortaq fikir olduğu üçün B-ni yazırıq birinciyə. İnsanlara olan münasibəti pisdir. Əkinçi əsərindəki əkinçinin münasibəti insanlara qarşı pis deyil. Burada mülkədarın insanlara qarşı münasibəti pisdir. Sultan Səncərdə isə, bəli, Sultan Səncər insanlara qarşı münasibəti pisdir, ölkəni düzgün idarə etmir və ölkədə haqsız var. Hətta Darğa da haqsız yerə qarıya zülm edir. Yəni, bu səbəbkardan məhz Sultan Səncərdir, dövləti düzgün idarə edə bilmir. Ona görə bu Sultan Səncər haqqında düz, əkinci haqqında səhv olduğu üçün fərqli cəhətdir, oxşar cəhət deyil. C-ni götürəcəyik, deməli ikinciyə. Hadisələrin fəal iştirakçısı hesab olunur. Sultan Səncər də bu baş verən hadisələrin səbəbkarıdır, iştirakçısıdır. Eyni zamanda əkinçi əsərində də əkinçi
hadisələrin fəal iştirakçısı hesab olunur. Yəni, əziyyət çəkən, işləyən, yəni fəaliyyətlə məşğul olan məhz əkinçidir. Bu cəhətdən həm Sultan Səncər, həm də əkinçi haqqında bu ortaq fikir olduğu üçün D-ni yazırıq birinciyə. Sonda öz yaşayışı ilə öyünür. Öz yaşayışı ilə öyünən mülkədardır. Yəni, əkinçi əsərində mülkədardır. Öz yaşayışı ilə öyünür. Bu, əkinçi şeirində əkinçi haqqında ola bilməz. Nə də Sultan Səncərin heç bir dilindən nitq verilmir. Sultan Səncər haqqında da ola bilməz. Bu, ümumiyyətlə heç birinə aid deyil. Nə oxşar deyil, nə də fərq deyil. Eyni heç birinə yaza bilməzsiniz. Doğru cavabınız olur 1-ə B-dir, 2-yə A-C, yəni C variantı. Bir də, dəyərli müəllimlər, ümumiyyətlə, istər MİQ imtahanı olsun, istər bu tip sınaqlar olsun, çalışın bu tip suallarda variant silməklə tapın. Necə, yəni variant silməklə uyğunluğu tapdıqda müəyyən qədər ola bilər ki, sizi çaşdıracaq bir məqam olar. Dəqiq bildiyinizə baxın, onun əsasında varianta tapa bilərsiniz. Məsələn, götürək elə E variantına baxsaz, bütün variantlara diqqət edib E-yə də baxsaz görərdiniz ki, sonda öz yaşayışı ilə öyünür. Bu, əkinci haqqında da düz deyil. Sultan Səncərin də dilindən nitq verilməyib, heç bir haqqında düz deyil. Yəni, bunu ümumiyyətlə cavab götürə bilməzdiniz. E heç birinə cavab olmayacağı üçün E olan variantları silə bilərsiniz. Məsələn, A-da E variantı var. B-də E variantı var. D-də E variantı var. Y-də E variantı var. Elə E variantını tapsaydınız ki, yanlışdır. Bütün fikirlərə baxıb, yəni sona qədər oxuyub, görsəydiniz ki, E yanlışdır. E-ləri cavabdan silsəz, heç A, B, C, D-ni tam təhlil etmədən variantınızı da, yəni E-ni dəqiq biləndən sonraki səhvdə ola bilməz. Variantınız çıxırdı. Daha sonra variantı tapdıqdan sonra digərlərini uyğunlaşdırıb dəqiqləşdirə bilərdiniz. Yəni, imtahanda vaxtınız məhdud olur. Vaxt sürətli keçir. Ona görə də çalışın ki, yəni vaxtınızı, zamanınızı düzgün dəyərləndirəsiniz və sürətli işləyəsiniz. Bu tip sualları tez işləyin. 30-cu sual da o tip sualdır. Uyğunluq tipli sualda da dəqiq bildiyiniz bir neçəsini uyğunlaşdırdıqdan sonra artıq demək olar ki, cavabınız çıxmış olur. Burada Səməd Vahid, Anamın kitabı əsəri haqqında, Mirzə Məhəmmədəli Rüstəmbəy. Bilirik ki, Səməd Vahid türkcə danışır. Mirzə Məhəmmədəli qatı mühafizəkar obrazdır. Rüstəmbəy də zahirən demokratdır, eyni zamanda rus dillidir. Məsələn, burada əvət, həbsi əşşardır. Bunu təbii ki, kim deyəcəkdir? Əşşar yəni şeir, türk dilində danışan kim idi? Səməd Vahid. Əminliklə deyə bilərik ki, bu Səməd Vahidə aid olacaq. Yəni, götürəcək biri A-nı. Daha sonra, bir də Səməd Vahid haqqında nəyə deyə bilərik? Bacısı Gülbəharı Hüseyn Şahidə vermək məsləhət görür. Deməli, biz eyni zamanda Səməd Vahidə eyni də götürməliyik. A-E artıq cavabınız olduğunu dəqiq bilirik ki, 1-ə A-E-dir. Deməli, cavabınız D variantıdır. Bunu sizə görə bu şəkildə işlədim ki, yəni gözünüz alışsın və imtahanda daha sürətli işləyəsiniz. İndi isə yəni cavabı bu şəkildə daha rahat tapıb digərlərinə baxa bilərdiniz. İndi isə başdan hər birinə baxmış oluruq. Deməli, A-ya baxdıq ki, əvət, həbs əşşardır. Bu, Səməd Vahid haqqındaydı. B-dəki fikir oxusaq, cəmaat, xahiş olunur acıların ərizəsinə qulaq verəsiniz. Cəmiyyət Xeyriyyə Məclisində Rüstəm bəyin dilindən çıxan bir nitqdir. Rüstəm bəy deyir bunu. Ona görə 3-ə B yazacaqsınız. Bir də mənimlə əsərləri oxuyanda hər kəsin nitqinə diqqətli olun. İstər Anamın kitabı əsəri olsun, istər İblis olsun, istər Vaqif olsun, fərqi yoxdur. Əsərləri oxuyanda diqqətli olun ki, kimin dilindən hansı nitq deyilir. Artıq demək olar ki, istər miqdə, istər sertifikasiyada hər xırdalığa qədər, yəni obrazın dilindən verilən bir cümləni salırlar. Ona görə diqqətli olun. C-yə baxaq. Mənə qalsa Gülbaharı. Bu rahatdır. Mirzə Bəxşəliyə verməyi məsləhət görən təbii ki, Mirzə Məhəmmədəli idi. Ona görə 2-yə C-ni götürəcəyik. Vay sizin halınıza, afərin lüğət yazanlar. Bunu da deyən Mirzə Məhəmmədəlidir. Kinayəli şəkildə, tənəli şəkildə deyir. Mirzə Məhəmmədəlinin nitqidir. Daha sonra bəncə Gülbaharı bayaq demişdik. Deməli, eyni isə aid etmiş olurduq. Gülbahar Hüseyn Şahidə vermək istəyən də Səməd Vahid idi. Və cavabınız da A-Y, C-D olur B bəndi. Cavab çıxır D variantı. Amma əvvəl izah etdiyim kimi, yəni daha sürətli tapıb tez cavabınızı götürə bilərsiniz. 31-ci sualda isə cədvələ uyğun olaraq uyğunsuzluğu müəyyən edin. Gələcək gün var, bir də Qafqaz müsəlmanlarına xitab əsərini müqayisə edəcəyik. Bu tip sual Evin diaqramı tip sualına oxşuyur. Burada olan sadəcə gələcək günə, burada olan sadəcə Qafqaz müsəlmanlarına xitab, digər isə bir növ Evin diaqramının ortaq olan hissəsidir. Yəni, hər ikisi haqqında ortaq olandır. Uyğunsuzluq istədiyi üçün biz yanlışları götürmüş olacağıq.
Əsas hadisələr Təbrizdə baş verir. Gələcək gün əsərində əsas hadisələr Təbrizdə yox, Tehranda və eyni zamanda Musa Kişigilin olduğu kənddə baş verir. Sadəcə əsas hadisələr Təbrizdə baş vermir. Bu fikir yanlış fikirdir və yanlış olduğu üçün biri cavab götürəcəksiniz. Haqsızlığa boyun əyən obrazların yer aldığı əsərdə hadisələr təkyə şəklində verilir. Haqsızlığa boyun əyən obrazlar var idi gələcək gündə. Bəli, Musa kişidir, Həsən Alıdır və sair digərləri, kəndlilər. Və obrazların yer aldığı əsərdə hadisələr təkyə şəklində verilir, nəql edilir, təkyə şəklində verilir. Romandır və epik növ əsərdə təkyə üstünlüyü təşkil edir. Bu doğru fikirdir. Doğru olduğu üçün 3 cavab götürə bilməzsiniz. Və 3 artıqsının cavabınız olmadığı üçün 2 variant cavablardan gedir. Keçək 2-yə. Bütün cəhalətin səbəbi kimi savadsızlıq göstərilir. Bu fikir həm Qafqaz müsəlmanlarına xitabda, həm də gələcək gündə var. Orada qoca müəllim bütün cəhalətin, yəni bütün bu olanların cəhalətin səbəbini məhz savadsızlıqda görürdü. Bu həm Qafqaz müsəlmanlarına xitabda, həm də gələcək gündə var və ortada yazılacağı üçün ortada yazılacaq bir fikirdir. Sadəcə Qafqaz müsəlmanlarına xitabın, yəni hissəsində yazıldığı üçün bu yanlış fikirdir. Yəni düzgün yerdə yazılmayıb. Onu 2-ni götürürük. Əsərdə müraciətlərə yer verilib. Qafqaz müsəlmanlarına xitabda demək olar ki, elə ilk beytdə müraciətdən istifadə olunubdur. Ey Qafqaz əhli, ey hörmət sahibləri deyə müraciət olunur. Gələcək gündə də təbii ki, xitab var da, müraciətə yer verilibdir. Elə demək olar ki, başdan başa romanda müraciətləri bir neçə yerdə rast gəlir. Dialoqda, məsələn, Firudin orada Musa kişiyə müraciət edir. Musa kişi, məsələn, Firudinə müraciət edir. Yaxud da ki, orada öküzləri haylayanda hoy, yəni deyə öküzə də hətta müraciət eləyir. Və s. Yəni müraciət təbii ki var. Bu da ortada yazılmalı idi. Kənarda yazıldığı üçün sadəcə Qafqaz müsəlmanlarına xitab haqqında olduğu üçün yanlış yerdə yazılıbdır. Yəni ona aid deyil, sadəcə ikisinə aiddir. 4 əslində ortada yazılmalı idi. Ona görə cavabınız olacaq 1, 2, 4. 5-ə də baxaq. Xeyli sayda ac və zillətdə yaşayan insanların təsvirinə yer verilibdir. Gələcək gündə bu daha böyükdür. Yəni kəndlilərin acınacaqlı vəziyyəti, ac və zillətdə yaşayan insanlar Qafqaz müsəlmanlarına xitabda da eyni zamanda düzdür, bu Qafqaz müsəlmanlarına xitab nəsr şəklində yazılmayıb, nəzm şəklində, beytlər şəklində yazılan bir əsərdir. Lakin burada da elmsizlik, cəhalət ilə yanaşı, burada insanların da acınacaqlı vəziyyətindən söhbət açılır. Yəni geniş şəkildə olmasa da, insanların ac və zillətdə yaşayan, yəni ac və zillətdə, zülm içində yaşayan insanların təsvirinə yer verilmişdir. Ona görə bu hər ikisi haqqında doğrudur və orta yerdə yazıldığı üçün bu uyğunluq yaradır. Uyğunsuzluq yaradan 1, 2, 4 olur C variantı. Sual 32. Cəfər Cabbarın Oqtaylı oğlu əsərində sürgündən qayıdan Oqtayı səhnəyə qayıtmağa məcbur edən nə oldu? Deməli, təbii ki, orada bacısı Sevəri görür və Sevər üçün orada Xasbolada eyni zamanda Səməd bəyə deyir ki, onun üçün qalmağa yer versəz, mən yenidən səhnəyə qayıdaram. Əks halda səhnəyə qayıtmaq istəmirdi. Burada da elə Sevəri düşdüyü vəziyyətdən xilas etmək, bəli, bacısına sığınacaq verməklərini deyir və onlar da razılaşandan sonra səhnəyə qayıtmağı, yəni səhnəyə çıxmağı razılaşır. Və doğru cavabımız oldu C variantı. Sadəcə digərlərinə də diqqət edək. Teatrda olan bağlılığı, sənəti çox sevməsi, xeyr, artıq o insanlardan, yəni o özünü səfirlər padşahı adlandırır, qisas almaq falan deyir, ona görə gəlmir. Firəngizə olan məhəbbəti heç də bu deyil. Onu sürgünə göndərənlərdən qisas almaq yox. Səməd bəylə Xaspoladın israrı tək idi. Səməd bəy, Xaspolad düzdür, burada çox israr edirlər ona, lakin razılaşmır. O Sevəri gördükdən sonra bir şərtlə razılaşır ki, Sevərə sığınacaq versinlər. Daha sonra sual 33-ə baxırıq. Yusif Vəzir Çəmənzəmininin Zeybək qızı hekayəsinin məzmununa bağlı səhv fikri müəyyənləşdirək. Bu əsər biraz həcmcə o qədər böyük deyil, əslində kiçik əsərdir Zeybək qızı hekayəsi. Sadəcə obrazlar, yer adları biraz burada çoxdur. Müəllimlərin demək olar ki, müəyyən qədər çətinlik çəkdiyi əsərlərdən biridir və bunda mix sertifikasiyaya demək olar ki, tez-tez salırlar. Baxaq suala. Bizdən nə istəyirdi? Səhv fikri. Darülfünun ingilislərin hindəskərlər tərəfindən tutulmuşdu. Bu doğrudur. Elə əsərin əvvəlində görürük ki, Darülfünun ingilislərin hindəskərlər tərəfindən tutulur. Mitət Əfəndi orada, daha sonra Mitət Əfəndi orada təsvir edilir. Mitət Əfəndinin bədbin vəziyyəti. Bu doğrudur. Mitət Əfəndinin atası Münir bəy oğlunun Anadoluya getməsinə razı deyildi. Bəli, doğrudur. Razılaşmır. Deyir, o sizə qoşuna düzəcək. O da deyir, biz onları qoşuna düzəcəyik. Düşmən cəbhəsi türklər tərəfindən yarılmışdı. Bəli, türklər sonda qələbə çalır.
Mittət Əfəndi Zeybək qızını ilk dəfə İzmir cəbhəsində görür, yanlışdır. İlk dəfə İzmir cəbhəsində görmür. Birinci dəfə xəyalında görür, Süleymaniyə məscidində gözlərinin önünə gəlir, bihuş olur. İkinci dəfə evlərində pəncərədən baxanda görür. 2 dəfə, yəni xəyalında görür. 2 dəfə isə realda görür. Realda gördüyü ilki orada Anadoludan İzmir cəbhəsinə keçir və İzmirdə dırnaqarası Yunan qaravoluna ova çıxanda, yəni kəşfiyyata çıxanda orada Zeybək qızı, orada ocağın işığı düşür. İlk dəfə realda Zeybək qızını onda görür və tanıyır. İkinci dəfə də realda gölün qırağında atları suvarmağa gedəndə görürlər. Bir-birlərini görürlər. Yəni ilk dəfə İzmir cəbhəsində görmür. İlk dəfə o Süleymaniyə məscidində gözlərinin önünə gəlir, orada görür. Daha sonra isə pəncərədən baxanda, sonra dediyimiz kimi İzmir cəbhəsində, sonra isə atları suvaranda. Ona görə bu fikir yanlışdır, D bəndidir cavab. Mittət Əfəndi Anadoluya özü könüllü getmişdi. Bəli, Mittət Əfəndi özü Anadoluya könüllü gedir ki, Anadolu məni çağırır, Anadolu məni səsləyir. Anadoluya gedəndən sonra da o İzmirə gedir. Daha sonra 34-cü sual. Salur Qazanevin yağmalanmağı boyu ilə bağlı hadisələrin ardıcıllığını düzək. 500 Oğuz igidi şəhid olur. Bəzən bu tip suallarda deyir ki, düzgünlərlə bağlı ardıcıllığı tamamlayın. Burada isə sadəcə düzgün yox, yəqin ki, düzgündür hamısı. Çünki düzgün sözünü yazmayıbsa, deməli ümumi ardıcıllıq istənilir. 500 Oğuz igidi şəhid olur. Bu doğru fikirdir və boyun sonlarında olur bu. Yəni 500 Oğuz igidi düşmənlə döyüşdə şəhid olur. Yəni bu sonda olacaq, böyük ehtimal. Digər fikirlərə baxaq. Şöklü Məlik məclisdə Burla xatuna şərəf paylatmaq qərarına gəlir. Qazan xan Qaraca çobanın ailəsini xəbər alır. Burla xatun oğlu ilə dərdləşir. Qazan xan ovdan geri dönür. Bəli, burada gördüyümüz kimi ən son hadisə biri olduğu üçün deməli cavabımız 1 ilə bağlı olacaq. A, C ya da D-dir. İlk hadisə hardadır? Şöklü Məlik məclisdə Burla xatuna şərəf paylatmadan öncə burada əslində Qazan xan ovdan geri dönməsi məsələsi var. Qazan xan ovdan geri dönür. Qardaşına deyir ki, bəs mənim ovumu dağıtma, mən gedim gəlim. Əgər hər şey yaxşı olsa qayıdacam. Yox, əgər nəsə, yəni bir hadisə baş versə, o zaman siz ovunuza davam edin, ovu dağıtmayın. Ovdan geri dönür. Qayğılı yuxu görəndən sonra. Daha sonra Qazan xan Qaraca çobanın yanına, o xəbərləşir bir neçə obyektlə. Sonra Qazan xan çobanın yanına gəlir, çobandan ailəsini xəbər alır. Daha sonra Qaraca çobanla Qazan xan, yəni gedir ora, Şöklü Məliyin üzərinə. Bu zaman, yəni bunlar getməkdə olsun. Digər bir məsələ Şöklü Məlik Burla xatuna şərəf paylatmaq məsələsi ilə bağlıdır. Ki, deməli, burada Burla xatuna şərəf paylatmaq istəyir. Orada Qazan xandan heyf almaq üçün. Belə ki, 2 olacaq. Daha sonra Burla xatun, əvvəlcə o Burla xatun hansını izləyəndə özü tədbir görür, düzdür. İkincidə oğlu Uruzun ağ ətindən qara qovurma bişirmək dedikdə artıq Burla xatun oğlu ilə dərdləşir. Daha sonra 4 olur. Sonda isə dediyimiz kimi 1. Yəni 500 Oğuz igidin şəhid olmasıdır. Belə ki 5, 3, 2, 4, 1 doğru cavab olur C variantı. Bu tip suallarda da ən sonda yaxud da ki ən əvvəldə olanı tapın. Daha sonra ardıcıllığa baxın. Mirzə İbrahimovun Gələcək Gün romanında Firudinin və ailəsinin Tehrana köçməsinin əsas səbəbi nə idi? Burada sadəcə sıradan bir səbəbi yox, əsas səbəb istənilir. Tehranda təhsil almaq, xeyr. Anasının xəstələnməsi, xəstəlik səbəbi ilə getməmişdilər. Ərbabın oğlu ilə dalaşması da səbəbdir. Atasının ölməsi yox, atasının işsiz qalması da səbəbdir. Sadəcə Ərbabın oğlu ilə dalaşdı, amma bunun Tehrana köçməsinin əsas səbəbi Ərbabın oğlu ilə dalaşması deyil. Azərşəhəri tərk etməsi hesab oluna bilər. Ərbabın oğlu ilə dalaşması, amma sırf Tehrana köçməsinin səbəbi, yəni Təbrizdən köçmələrinin səbəbi atasının işsiz qalması idi. Çünki Ərbab, yəni belə bir insanlarda belə bir vərdiş hal almışdı ki, bir ərbabın qovduğunu digər ərbab öz bağına, yəni bağban təyin etmirdi, işə almırdı, işsiz idi. Digər tərəfdən də ərbab altdan söz göndərmişdi ki, bəs buranı tərk eləsin. Yoxsa onun üçün hər şey pis olacaqdı. Ona görə də onlar Təbrizi tərk edirlər və Tehrana gəlirlər. Anası da ölür, daha sonra isə atası rəhmətə gedir orada, qarın yatalağından. Xəstəxanada. Ona görə burada əsas səbəb atasının işsiz qalması idi. İşsiz qalmışlar və məcburiyyətdən köçürlər. Qeyd etdiyim kimi, ərbabın oğlu ilə dalaşması da bunlar üçün səbəb olur. Elə səbəb oradan başlayır. Amma əsas səbəb məhz atasının işsiz qalması idi. Və doğru cavab olur E variantı.
36. Füzuli Leyli Məcnun əsərindəki verilmiş nümunəni hansı obraz deyir və kimə ünvanlanıb? İqbalıma yoxdur etimadım, müşkül görünür mənim muradım. Bəxtim sifətində bir qəzəl var, daim qılıram onu mən təkrar. Bu, deməli, Məcnunun dilindən deyilir, Novfələ deyilir. Novfəl Məcnunun qəzəlini eşidir, soruşur ki, bu kimin qəzəlidir? Məcnun haqqında məlumat verirlər, o da gəlir ki, Məcnuna kömək eləsin. Bu zaman Məcnunla Novfəlin arasında olan məhz hissədəndir ki, Məcnun Novfələ deyir ki, yəni bəxtim sifətində bir qəzəlim var, mən onu daim təkrar edirəm. Aşağıda padşahın vurğunun Vaqif dramında kimin dilindən deyildiyini müəyyənləşdirək. Deyirlər Vaqifə demiş ki, Qacar çarıqlı tayfadan nə şair olar? O da həcv eləmiş o zülmkarı, buna acıqlanıb zalım hökümdar. Bu çoban olan Muradın nitqidir, Muradla Qasımın nitqidir. Yəni bunların dialoqudur daha doğrusu və bu deyilir Muradın dilinin. Məsələn, Murad orada Qasımdan söhbət edəndə Qasıma deyir ki, bəs xəbərin varmı? Şairi həbs edibdi Qacar və asmaq istəyir, astırmaq istəyir. Muradın dilindən bilirik onu. Bu hissədə məhz Muradın dilindən deyilir Qasımla söhbətində. Daha sonra elə eyni zamanda yeri gəlmişkən qeyd edim ki, burada, yəni Vaqif dramında orada cəlladı çomaqla vurub yıxan da elə çobanlar olur. Çoban Murad olur. Öz əsası ilə, yəni Eldar hücuma keçəndə əlindəki çomağı ilə, daha doğrusu əsası ilə yox, çomağı ilə cəlladı vurub yıxır. Daha sonra 38-ci sual. Nümunədəki bədii təsvir ifadə vasitələri istənilir. O nədir? Buluddur elə bil üzü. Kimdir güzgü tutan torpaqdan aya? Bir bax, kor bulağın açılıb gözü. Ulduzlar necə tez doluşub suya? Ulduz suya doluşmaz. Burada metafordan istifadə olunubdur. Daha sonra kimdir güzgü tutan torpaqdan aya? Burada bədii sualdan istifadə olunubdur. Daha sonra bir bax kor bulağın açılıb gözü. Burada təkrar görmədim. Daha sonra təşbih varmı? O nədir? Buluddur elə bil üzü. Elə bil üzü buluddur. Bulud kimidir? Burada təşbihdən istifadə olunubdur. Bənzəyən və bənzədilən var. Üz buluda bənzədilibdir. Həm bənzəyən, həm də bənzədilən var. Təşbih, bədii sual, metafor var. Gəlin cavablarda bunları seçək. Metafor, bədii sual, daha sonra təşbih var. 1, 2, 5 cavabdır. Baxsaq verərik həm B-də, həm Y-də var. 1, 2, 5. 4-ə baxaq. İnversiya görək varmı? Kimdir güzgü tutan torpaqdan aya? Bəli, xəbərin əvvələ keçməsi inversiyada var. Ona görə 4-ü də götürürük və tam cavabımız olur 1, 2, 4, 5. Yəni E variantı. Nizami Gəncəvinin İskəndərnamə əsərindən verilmiş parçalardan biri İskəndərin dilindən verilmir. Ey bu taxta layiq, arama bəxtinin hökmündən artıq. Bunu İskəndər Nüşabiyə deyir. İskəndər dənizdir, mən çayım ancaq. Bunu da İskəndər Nüşabiyə deyir. Bir tülkü aslandan gətirməz xəbər. Bunu da İskəndər Nüşabiyə deyir. Bu işdə kin, hiddət göründü yersiz. Bu müəllifin, yəni Nizaminin dilindəndir. Bu qədər vuruşmaq, çarpışmaq niçin? Bunu da Nüşabə deyir. İskəndərə deyir ki, bəs bu qədər vuruşmaq nə üçün, çarpışmaq nə üçündür? Əgər bu qədər belə deyim də qızıl yeyilmirsə, orada ona dərs verir. Ona deyir, bu qədər vuruşmaq, çarpışmaq nə üçündür? İskəndərin dilindən verilməyən 4 ilə 5-dir. Cavab olur D variantı. Nümunə ilə bağlı doğru fikirləri müəyyən edin. Təlxək gəlir, yenə Vaqif dramındadır. Qacarın meydinin ətrafında at kimi hərlənir, ona rişxəndlə baxaraq təlxək deyir. Bu isə remarkadır, məlumat xarakterlidir. Sizi doğrudan da əsir alsalar, qaranlıq zindanda tutub salsalar, insan boğazlaram düz 30 nəfər. Bərk-bərk gülür. Bu da orada təsvir olunur. Vidadi və Vaqif daxil olur. Hamı hörmət onlara bəs şair remarkadır. Eldar, Vaqifə müraciət edərək, möhtərəm şairə salamlar olsun, bu dünya durduqca da var olsun. Vidadinin nitqi, aha, uzanmışdır bizim şirinlər, İran torpağını ləkələyənlər. Vaqif Vidadiyə deyir, ey Vidadi, gərdişi dövrani, gəcrəftarə bax, ruzigara qıl tamaşa, kârə bax, kirdara bax. Baxaq nə istəyir bizdən? Doğru fikir istəyir. Qarışıq janrda yazıldığı üçün epik lirik növdədir. Xeyr. Qarışıq janrda yazıldığı üçün epik lirik növ ümumiyyətlə sayılan poema sayılır. Lirik epik və yaxud da ki, epik lirik. Bu drama əsərdir. Drama əsərdə epik lirik sayıla bilməz. Bu fikir yanlışdır. 2-yə baxaq. Nümunədə subyektiv hisslərin ifadəsinə yer verilmişdir. Subyektiv hisslərin ön plana çıxarılması lirik şeirlərdə olur və burada Vaqifin dilindən Vidadiyə ünvanlanan şeir var ki, burada da subyektiv hisslərin ifadəsinə yer verilibdir. Əsərdə verilən hadisəni canlandırmaq məqsədilə nəzərdə tutulan hissə söhbət remarkadan gedir. Yəni canlandırmaq, göstərmək məqsədilə istifadə olunubdur.
Orada remarka, fikirləri çatdırmaq üçün təsvirlər var. Süjetin hansı mərhələsinə aid olduğunu müəyyən etmək mümkündür, yox, xeyr, mümkündür. Vaqif dramın təbii ki, final mərhələsidir, əsərin yekunudur. Aid olduğu janrın xüsusiyyətinə əsasən müəllif hadisələrə müdaxilə edə bilmir, doğrudur. Ümumiyyətlə, dramatik növdə olan əsərlərin heç birinə müəllif müdaxiləsi yoxdur. Ona görə də cavabımız olur 2, 3, 5, yəni D variantı. Belə əziz müəllimlər, sınaq 2-dən ədəbiyyatın sualları bu qədər. Ümid edirəm ki, izahımızı bəyəndiniz və sınağımızın izahı bitdi. Əgər sınağın izahını bəyəndinizsə və eyni zamanda sınağın ardını gəlməyini istəyirsinizsə, yəni növbəti bu ikinci sınaq idi. Kanalda birinci sınaq var, üçüncü, dördüncü, eləcə də digərlərinin ardını gəlmək istəyirsinizsə, o zaman şərh bölməsində qeyd edə bilərsiniz və fikirlərinizi də yaza bilərsiniz. Əlavə olaraq, əgər kanala abunə deyilsinizsə, kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Hələlik. Hər kəsə uğurlar.